Deməli, bugün təmizlik vlogu çəkəcəm. Gördüyünüz kimi məndə belə stenka deyirlər də, bunlardan var. Mən bunları bugün təmizləyəcəm sizlə bir yerdə. Bu mənim üçün ilk dəfədir ki, belə sırf təmizlik videosu çəkirəm. Burada görürsünüz, Rahimin əli çatmasın deyə bura qoymuşam. Yəni skoçla yapışdırmışam, buranı açmasın. Yine de açır. Oradaki leşleri götürür. Tabii ki orada lamçıqa, zar belə apaslı şeyler olur. Bunları götürür. Bir de məndə 2 dənə də, burada da biri var. Xalçanı da buradan götüreceğim. Rahimin oyuncaqları da ne geldi atıblar. Bunu da töküp təmizləyəcəm. Belə başlayaq. Öncə bunları stolun üstünə yığdım. Burada qabları daşımağa başlayıram ki, rahat təmizlik işlərimi aparım. Əvvəllər mən evi tez-tez təmizləyirdim. Bizim evin mənfi cəhəti odur ki, bilmirəm hamıda belədir. Mənə elə gəlir ki, biz yol qırağında yaşadığımıza görə ev tez-tez toz olur. Ümumiyyətlə yayı da bu belədir. Yayda dəhşət toz olur. Əvvəllər çox tez-tez təmizləyirdim. Rahimdən sonra elə də təmizlik işlərinə çox vaxt ayıra bilmirəm. Gündəlik işləri görürəm. Dibdən təmizləmə işlərini tez-tez edə bilmirəm. Əvvəl amma onu çox-çox tez eləyirdim. Bir də xalçanı demək istəyirəm ki, mən xalçanı 2 ildir, son 2-3 ildə allergiyam şiddətli olduğuna görə xalçadan istifadə eləmirəm. Evə yəni xalça sərmirəm. Kaşmir haldır. O da çox tüklü olduğuna görə elə bilirəm ki, boğuluram. Ona görə xalça istifadə eləmirəm. İnşallah ki, yeni öz evimizə köçəndə xalçamı dəyişəcəm. Ümumiyyətlə minimalist olmaq lazımdır. Əşyaları azaltmaq lazımdır. Bunların bir çoxunu ləğv eləyəcəm. Düzdür. Bunlar mənim cehizimdir. Atam, anam əziyyət çəkib mənim üçün alıblar. Bir yadigardır onlardan, bir xatirədir. Sadəcə olaraq əşyalara bağlılığı öz beynimdə, yəni son illərdə qərar vermişəm ki, əşyalara bağlı olmaq lazım deyil. Ümumiyyətlə qabın təzəsini saxlamaq lazım deyil. Hamısını özün üçün indi istifadə elə. Yəni ki, mən anam rəhmətə gedəndə bir çox işlətmədiyi cehiz qablar qaldı ortada. Nə bilim, kimisi götürdü, kimisi neynədi. Düzdür, biz də həmin vaxtı o qabın hayında olmadığımıza görə kimin rəyinə istədisə onu da elədi. Və mən bir şeyi son özümə gələndən sonra fikirləşdim ki, yəni insan bu həyatda yaşamalıdır. O qabı saxlayıb neynəyəcəkdi? Kimsə istifadə elədi, amma özünə qıyıb istifadə eləmədi. Burada hər şey var. Boş kutu. Neye lazım? Bunu niye bırakın? Ha, tüküne göre bunu çıkardır. Bunu da atmaq lazımdır. Ona görə də özümüzə qıymaq lazımdır. Hər şeyin ən gözəlini, ən təzəsini özümüz istifadə eləməliyik. Qonaq üçün o keçmiş fikir idi. Qonaq üçün ən yaxşı qab, qonaq üçün ən yaxşı süfrə xeyr. Artıq özümüz də bu dünyada qonağıq. Ona görə də özümüzə də ən yaxşı süfrə, ən gözəl qablarda yemək yemək, çay içmək, özümüz istifadə eləmək. Ən dəyərli qonaq elə özümüzük. Mən etiraf edim ki, əvvəllər mənim əşyalara, geyimlərə bağlılığım çox idi. Heç bir şeyimi ata bilmirdim, evdə saxlayırdım hər bir şeyi. Bu daha doğrusu ən çox məndə mamamdan sonra baş verdi. Mamam rəhmətə gedəndən sonra mənim travmalarım idi. Yəni bacımla uzaq yaşayırdım. Bacım Rusiyada yaşayırdı. Bir yay ümumiyyətlə gəldi bizə. Gördü ki, mən dedi, baxdı ki, hər şey üst-üstədir də evdə yer yoxdur. Dedi, bu onu niyə atmırsan? Dedim, xatirəsi var. Bunu niyə atmırsan? Xatirəsi var. Bacım dedi, sənin psixologiyan yerində deyil. Hətta heç vaxt unutmadığım bir şeydir. Onu bacım deyəndən sonra mən fərqinə vardım ki, mən yəni düz, sağlam düşünmürəm. Mən anamın bağladığı son turşunu, şoraba deyək də, pomidor şorabası idi 3 kiloluq bankada. Mən onu atmamışdım. Yəni o təsəvvür edin xarab olmuşdu. Onu yəni qıyıb ata bilmirdim. O dərəcədə qıymırdım ki, yəni o xarab olmuşdu, çürümüşdü içində və qapaq belə çürümüşdü də, yəni sizə deyim. Mən hətta onu belə atmırdım da, yəni balkonda düz saxlayırdım, evdə saxlayıb iyləndirmirdim. O balkonda saxlayırdım. Ondan sonra mən hər şeyi atdım. İndi artıq mən əlimə nə keçdisə, artıq istifadə eləmirəmsə, özümə bir dənə söz deyirəm. Bu
məsəl üçün əşya məndə 1 ildir var. 1 ildirsə mən bunu bir iş görməmişəm, istifadə eləməmişəmsə, demək bu mənə lazım deyil. Sırazı qoyuram çölə. Sırazı tullayıram. Yəni başqa bir şey fikirləşmirəm. O bağlılığımı ləğv eləmişəm. Hətta Turala lazım olan bir şey olun. Evdə var idi axı, deyirəm atmışam gedib. O dərəcədə yəni dəyişdim. Yəni bu mənim üçün travma idi. Etiraf edeyim ki, mənim mamamdan sonra belə bir travmalarım olmuşdu. Buna görə buradan bacıma çox sağ ol deyirəm. Sağ olsun, onun sayəsində o problemimi özüm həll etməyə çalışdım. Artıq heç bir şeyi xatirə olaraq həyatımda nə insanı, nə əşyanı hansısa bir yaşanmışlığa görə həyatımda saxlamıram. Məni yoran, incidən hər şeyi mən özümdən, həyatımdan uzaqlaşdırıram. Gördüyünüz kimi bunu sildim. Bu təmizləndi, qaldı o birisi. Gecək o birisinə. Qablar da buradadır. Bu qabların hamısını yuyacağım. Hətta mənim geyimlərim var idi, onları belə saxlayırdım. Geyinməsəm belə deyirdim, geyinəcəm. Elə 5-6 il bəlkə də o geyimləri saxlamışdım. O geyimlərimi belə hamısını atdım. Doğrudan da bu şeyləri eləyəndən sonra çox yüngülləşdim, çox rahatlandım, fərahlığa çatdım elə bil. Mənim bəzi dostlarım var ki, onların belə əvvəl fikirləşirdim. Falan hadisəni yaşamışıq, xatirəsi var belə, elə mənim xətrimə dəysə də addım atıb barışardım. Artıq o şeyləri də eləmirəm. Düşünürəm ki, xatirəsi mənim üçün varsa, onun üçün də olmalıdır. O da addım atmalıdır. Atmırsa, demək ki, o xatirənin onun üçün dəyəri yoxdur. Və beləliklə, bugün mən sizin üçün öz travmamdan danışdım, travmalarımdan, düşüncəmdən danışdım. Ona görə də öz yeni evimdə minimalist olacağım, əşyaları da azaldacağım, heç bir şey saxlamayacağım, aldığım hər bir şeyi istifadə edəcəm, bezəndə də atacağım getsin. Ən gözəli belə olmaqdır. Burada isə mən hələ də təmizlik işlərimi davam etdirirəm. Uşaqla deyim ki, çox çətindir. Hər şeyə əl vurur, onu eləmə, bunu eləmə deyə işlərimi görüb bitirirəm. Gördüyünüz kimi necə də tozdur hər yer. Elə bir ki, illərlə bu şkaflar təmizlənmir, silinmir də, ancaq elə deyil. Doğrudan da yol qırağında yaşadığımıza görə ev tez-tez tozlanır, pərdələrim tez-tez irkilənir. Burada mən bir şəkildən danışmaq istəyirəm. Şəkildə gördüyünüz aparıcı Zahar Baxşəliyevdir və onun qucağındakı uşaq mənim qızım Nilaydır. Zaharın edişində işlədiyim vaxtlardır. O vaxtdan çəkilibdi. Hətta o vaxtlar Zahar qızın üzünü göstərmirdi. Saytlarda bu şəkil çox paylaşılmışdı. Elə bilirdilər ki, Zahar və qızıdır. Yazırdılar, Zahar qızın üzünü göstərdi. Elə başlıqlarla paylaşırdılar. Bu maşını isə evində çəkiş edəndə yoldaşıma hədiyyə edib, rəhmətli Arif Quliyevdən xatirə olaraq saxlayırıq.
Gördüğünüz kimi hər tərəfi təmizlədim. Rahim, yuxusu gəlir. Oyuncaqlar burada mütləq olmalıdır da, yəni. Uşaqlar, analar məni başa düşər. Buradan da xalçanı götürdüm, belə. Təmizlədikcə fikirləşdim ki, inşallah təsəvvür elədim ki, köçürəm. Köçürəm, yığışdırıram. İnşallah tezliklə köçsəydik, yaya qədər inşallah yeni evimizə köçəcəyik. Ona görə burada müvəqqəti. İndi isə soyuducunu təmizləyirik. Çoxdan da soyuducunu təmizləmirəm. Şirniyyatları elədim. Yəni dağıtmışam. Səliqəsizdir ki, gördüyünüz kimi. Dedim bunu da vlog olaraq çəkim. Əgər mənim kanalıma abunə olmamısınızsa, kanalıma abunə olun, sayımız artsın, daha da maraqlı vloqlar çəkim. Beləliklə bu qədər məndən, mənim təmizlik vloqumu inşallah ki bəyənərsiniz. Kanalıma abunə olmağı unutmayın. Növbəti vloqda görüşərik. Hadi